Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Sizin üçün bir test izah eləmək istəyirəm. Deməli, simple sentences, compound, yəni sentence structure, cümlə strukturu olan dərsi kitab Cəlil müəllimin test kitabıdır. Belə. Hə, buradan sertifikasiyada iştirak edəcək olan bütün müəllimlərə, ələxüsusda tez imtahan verəcəyimiz üçün bütün Naxçıvan müəllimlərinə, bütün ixtisaslar üzrə uğurlar arzulayıram. İnşallah köməyi toxunmuş olar bu videomda sizə. Hə, deməli deyir ki, cümlə bu dərsi izah eləməyəcəm, amma testləri izah etməyə çalışacağam biraz geniş şəkildə. Bir cümlə ibarət olur, şərtində deyir. Bir cümlə ümumiyyətlə bu bizim dildə də belədir. Bir cümlənin cümlə olması üçün bitmiş bir fikir ifadə olunmalıdır və o bitmiş fikirdə ən azı bir müstəqil cümlədən ibarət olmalıdır. Müstəqil cümlənin də içində ola bilər ki, sadə cümlədən söhbət gedir indi burada. Müstəqil cümlənin içində də ola bilər ki, mübtəda xəbərdən ibarət olsun, hansı ki, Azərbaycan dilində buna, bizim dilimizdə buna müxtəsər cümlə, ingilis dilində də buna unextended cümlə deyirlər. Ola da bilər ki, geniş cümlə olsun ki, ingilis dilində buna extend deyəsiz, geniş cümlə, yəni mübtəda xəbər baş üzvlərdən başqa digər üzvlərin də olduğu bir cümlə. Uzun sözün qısası sizdən istəyirsiniz, sadə cümlə ibarət olur bir müstəqil cümlədən. Yəni içində ola bilər mübtəda xəbərdə, o xəbərdən savayı digər üzvlər də olsun ya da olmasın, licbi orada bir mübtəda xəbər quruluşu olmalıdır. Cavab B variantıdır. A variantında deyir ki, bir müstəqil söz olmalıdır. Təbii ki, yox. C variantda deyir ki, müstəqil iki dənə cümlə olmalıdır. Müstəqil iki cümləni birləşdirirsə, yəni bu birləşir fəm boylarına və bunlar olur compound sentences, yəni tabesiz mürəkkəb cümlə. İki dənə müstəqil cümlə birləşib, biri-birindən asılı deyil. D variantında bir müstəqil və iki asılı cümlə deyirsə, bu ümumiyyətlə compound, kompleks cümlələr var. Onlarda iki müstəqil cümlə olur, bir asılı cümlə olur. Yəni I variantı kimi olur, D variantı kimi yox. Cavab B. Sonra I don't know, bu cümlələri tapmağın, yəni bu çətin bir qayda deyil, çətin bir test deyil. Ola bilər bu kitab kimlərsə üçün düşünürlər, hə, advans səviyyədə çətindir, amma sırf bu mövzuda advans falan yoxdur. Çünki artıq dərsliklərimiz bu mövzulara da toxunub, bu mövzularda kifayət qədər verib. Mövzunu qoyun bir kənara, ya da ki, dərsin verməyini o mövzuları qoyun bir kənara. Zaten uşaqlardan inşa tələb olunur və uşaqlar da inşada dair elə mənim kitabım var, Əlinin maşını var tipli cümlə yox. Yəni yaxşı bal almaq üçün yaxşı strukturlu cümlə qurmalıdır ki, bu cümlə strukturunda uşaqlar da yaxşı bilməlidir. Deməli, bunu da yəni dediyim kimi illa da addelini qaydalar oxumağa ehtiyac yoxdur. Çünki cümləyə sual verib tapırıq, hansı üzvün sualı çıxırsa, elə o da onun adı ilə səslənir. Məsələn, I don't know, bilmirəm, nəyi bilmirəm. Deməli, bu cümlənin tamamlığı çatmır. Tamamlıq ya sözlə ifadə olunar, ya söz birləşməsi ilə ifadə olunar, ya da bütöv bir cümlə ilə ifadə olunar ki, cümlə ilə ifadə olunsa, adı olacaq clause, indi hansı üzvün yerindədirsə ifadə olunan onun adı. Yəni, məsələn, burada cümlənin tamamlığı çatmır və cümlə ilə ifadə olunubdur. Ona görə adı olur object clause. Amma object clause-un içində də bir dənə relative clause var. Deyir ki, mən tanımıram kişini, ortaya sual çıxır, hansı kişini tanımırsan. Deməli, o who-dan başlayan hissə, yəni orada atamla danışan hissə olur relative clause. Yenə deyirəm, relative clause-da çətin deyil. Ümumiyyətlə çətin olsa belə siz şagirdə öyrədirsiniz, çünki dərslikdə var. Yaxşı bilmək məcburiyyətindəsiniz, məcburiyyətindəyik. Cavab burada olacaq deməli, object clause. İndi object clause verməyiblər burada. Amma tamamlıq olan hissənin içində də relative clause veriblər. Yəni adjective clause, relative clause eyni şeydirlər. Cavab olacaq burada da deməli D variantı. Üçüncü testdə də deməli indi bu cümlə ola bilər ki, birinci tərəfi baş cümləsi ibarət olsun əmr cümləsi ilə. Let us tipli nə ilənsə başlasın, fərqi yoxdur. Yəni bir cümlə sayılır da, sərbəst cümlədir. Bilirsiniz, əmr cümlələri elə bir cümlədirlər onlar. Nə qədər ki, təkfə ilə ifadə olunsalar da. İndi bunu siz zaman budaq cümləsi deyəsiniz. Yəni gedə bildiyimiz qədər, nə vaxta qədər, gedə bildiyimiz yerə qədər belə time clause deyəsiniz.
Bəlkə də biraz qaranlıq qala bilər cümlə tipi, amma baxın görün burada purpose, yəni purpose məqsəd yoxdur. Kontrast, ziddiyyət bir cümlə digər cümləyə zidd olsun, yoxdur. Nəticə, baş cümlənin nəticəsi budaq olmalıdır, yoxdur. Noun clause ümumiyyətlə yoxdur. Noun clause olacaq subject clause-lar, yəni mübtada, xəbər, bir də tamamlıq budaq cümlələri ki, bunlardan heç biri deyil. Yəni bu testin cavabı olacaq A variantı. Deməli, I think, düşünürəm. Sual çıxır, nəyi düşünürsən? Tamamlıq dedim. Ona görə dərsin testin cavabı olacaq object clause. D variantı cavab. Nəyi düşünürəm? He will die soon. Onun tezliklə öləcəyini düşünürəm. Cavab olur D variantı. Mən izah edəndə izah edirəm, deyirəm tamamlıq budaq cümləsi. Ola bilər variantı deyərəm I variantı. Belə qarışdırmış ola bilərəm, amma dilimdən nə çıxırsa cavab odur. Yəni orada işarə elədiyim yox. Object clause dedim, desəm ki, inanmayın. Çünki cavab D variantıdır, object clause. Bu son vaxtlar variantları qarışdırıram. İzah eləməkdə problem yoxdur. Nə qədər test deyirsiniz, izah edeyim. Amma variantları nədənsə qatıram niyəsə. Deməli, cavab oldu object clause. I know the place. Mən tanıyıram. Haran tanıyıram. Bu cümlə quruluşu ilə I know the place which you mentioned yesterday. Dünən dediyin yeri tanıyıram. Bu cümlə ilə əslində bu cümlə arasında ümumiyyətlə fərq yoxdur. Yəni ikinci test ilə beşinci test eyni şeydir. Birində prosto cansızdan danışır, birində canlıdan. Bu cümlənin tərkibində həm object clause var. O object clause-un özünün içində də bir relative clause var və belə olan halda testdə sanki 2 dənə cavab kimi olur. İndi buna da relative clause deyək. Çünki o birisinə relative clause demişdik. Adjective clause. Ona görə də elə burada B variantı. Amma belə burada C variantı da var. Yəni mən bilirəm, nəyi bilirəm hissəsini də götürə bilərdik. Cavab olacaq B variantı. Time test kitabında belə testlər var. Cümlə içində başqa, yəni tamamlıq budaq cümləsi tutaq ki, içində istəyir digər bir cümlə təyin budaq cümləsində olduğu variant belə testi götürürük. Cavab B variantı. My uncle hopes. Əmim ümid eləyir. Nəyi ümid eləyir? Çalışım tez-tezliyim də. Yəni tərcüməsinə falan düşünürəm ki, dinləyənlər mənim müəllimdə ehtiyac yoxdur. Deməli, ümid eləyir nəyi? Nəyi deyirəmsə, deməli tamamlıq budaq cümləsi object clause. Digər variantları deməyəcəm. 7. Baxın, Jane 7. Nə vaxt? Bir burada 2 dənə sual səslənir. Nəyi yedi? Bir də nə vaxt yedi? Sual ortaya çıxır. İndi nəyi yedi hissəsi yoxdur. Əgər olsaydı, olacaqdı object clause. Zamanla olub deyə, olub time clause. Yəni məktəbdən gələndən sonra. Məktəbdən sonra acanda 7. Nə vaxt? Nə vaxt dediyim üçün time clause, yəni zaman budaq cümləsi 7-də olacaq. D variantı 8-də while I was leaving out that ata içəri girdi, mən çıxanda. Nə vaxt ata içəri girdi? Ümumiyyətlə birdən soruşarsınız ki, mən nə bilim bunun birinci tərəfinə sual vereyim, yoxsa ikinci tərəfinə sual verim. İnanıram ki, o sual sizdə yaranmaz, amma onlar da birdən yaransa sizdə, birdən yaxınlaşdıraq bunu. Birdən olar da ki, sizdə o sual yaranar. Düşünün ki, siz baş cümləyə sual verib budağın növünü tapırsınız. Məsələn, bu bizim baş cümləmizdir. Bəs sual eləsəz ki, niyə bunlar deyirəm? Bəlkə kimdəsə sual yaranar deyə öz-özlüyümdə deyirəm. Budaq cümləni lap tapa bilmirsinizsə, yəni yeganə yolu odur ki, onsuz da bağlayıcı olan hissədir. Bu hissə sayılır budaq cümləmiz. Deməli, bu cümləyə sual verirsiniz. Ata nə vaxt gəldi? Mən çıxanda gəldi. Deməli, o hissə olur time clause, yəni zaman budaq cümləsi. Çünki cümlənin zaman zərfi yerində istifadə olunubdur. Baxın, deməli, deyir ki, burada she refers to the day. Hansı day? Sual çıxır ortaya, hansı day? Biz demişdik ki, bu hissədə, yəni relative clause olan hissəsində əgər boşluqdan sonra bütöv cümlə quruluşu verirsə bizə ki, burada bütöv cümlə quruluşudur. Bu o deməkdir ki, biz orada relative pronounu, yəni nisbə vəzii sala da bilərik. Yəni the day which she failed demək istəyir. Relative clause-dur. Zaten orada olsa, yəqin ki, çətinlik tapmarsınız, amma onun orada olmaması da yenə vəziyyəti dəyişdirmir. Yenə də relative clause, yəni adjective clause, yəni türklər sifət buna cümleciyi deyirlər. Biz buna təyin budaq cümləsi deyirik. Amma ən yaxşı variant da elə relative clause deməkdir. B variantı.
Never will I. Burada görürsünüz ki, həm də bir inversiya quruluşu gedib, amma inversiya quruluşuna çevirmək cümləni, yəni standart cümlə strukturundan çıxartmaq, bu o demək deyil ki, o cümlədə əgər tutalım zaman budaq cümləsi idisə dəyişməlidir. Xeyr, dəyişməyəcək. Yəni cümlə nədirsə, elə o da qalacaq. Yəni bu cümləni standart quruluşa çevirsəz, nəqli quruluşa, olacaq I will never forget the time. Mən heç vaxt o vaxtı unutmayacağam. Belə mən sizə bir cümlə desəm, sizdə avtomatik bir fikir yaranacaq. Hansı vaxtı? Mən səninlə görüşdüyüm ilk vaxt. Bu hissə olacaq bunun. Yəni bu isimdir. Bu ismi bir şey təyin eləməlidir ki, aydınlaşsın o cümlə. Əks halda siz o cümlədən heç nə başa düşməyəsiniz. Deməli, bu cümləni aydınladan hissəsinə olacaq təyin. Təyin də ola bilər ki, bir sözlə, bir ifadə ilə, ya da ki, bir cümlə ilə ifadə olunsun. Burada cümlə ilə ifadə olunduğu üçün adını sifət cümləsi deyəsiniz. Yəni relative clause deyəcəksiniz D variantı. Hansıdır kompleks cümlədir? Baxın, cümlə quruluşunda dedik ki, sadə cümlə olur. Yəni ola bilər üzvləri çox olsun, amma mübtəda xəbər birdən olur. Sonra mürəkkəb cümlələr özləri iki qrupa bölünür. Compound sentencelər, bir də kompleks sentencelər. Compound sentences heç bir tərəf digər tərəfdən asılı olmur. Yəni siz qırıb ata bilərsiniz digər tərəfini. Burada baş və budaq cümlə olmur. Yenə deyirəm, bu Azərbaycan dilindəki qayda ilə eynidir. Amma kompleks cümlələrdə baş və budaq cümlə olur. Bu da Azərbaycan dilindəki ilə eynidir. Bir tərəfi qırıb atsaz, o cümlə yanıb çıxacaq. Çünki o cümlənin tamamlanan hansısa bir üzvünün yerində budaq cümlə işlənib. I was late, gecikdim. Ortaya sual çıxır, niyə gecikdin? Nə üçün gecikdin? O isə onu tamamlayıb. Because I missed my train. Qatarıma çatmadığım üçün, yəni gecikdim. Bu elə cavabdır, düzgün cavabdır. Baxın, so vergüllə ayrılıb əl-axüsüzdə. So ola bilər ki, beləliklə kimi nəticə budaq cümləsi yaratsın. Ümumiyyətlə, so biraz necə deyim sizə, tam bəlli deyil də, yaratdığı cümlə fanboys. Fanboys deyirsə for and, nor, but, or, so, yet. Yəni compound conjunctionlardır ki, yaratdığı cümlələr compound sentences, yəni tabesiz mürəkkəb cümlələr olur. Prosto indi bu vergüllə ayrılıbsa, siz bunu compound götürün. Amma ola bilər ki, vergüllə ayrılmasın, ya da ki, ola bilər cümlədə başqa bir kompleks cümlə, məsələn, A variantı olmaz. O zaman biz bu B variantı götürə bilərik. Nəticədə, yəni mən gecikdim, mən yoxdan gec durdum, nəticədə də qatara gecikdim. Nəticə budaq cümləsi kimi deyə bilərsiniz, so that-in sanki bir qırılmış hissəsi. Amma belə, yəni so that birlikdə olanda təbii ki, yaratdığı cümlə purpose clause olur. So sifət zərf olanda, so sifət that olanda ya da ki, zərf that, o zaman yaratdığı cümlə nəticə budaq cümləsi olur. İndi bilmirəm bunu hansı dinə aid eləmək istəyirsiniz. Hal-hazırda burada A variantını götürə bildiyimiz üçün B variantda zaten vergüllə ayrılıbdır. Çünki compound sentenslərdəki bağlayıcıdan öncəki o vergül optionaldır. Yazmaq da olar, yazmamaq da olar. İndi burada yazıbsa da bu bizi çaşdırmaz. Yəni biz bunu tabesiz mürəkkəb cümlə deyib keçərik. B variantı deyil cavab, tabesiz mürəkkəb cümlə dedik buna. Mary işə getdi. Bu cümlə aydındır. Sizə bunu aydınlatmağa ehtiyac yoxdur zaten. Lap ikinci qalan yerdə də burada fanboys bağlayıcısı var, yəni but. Lakin John partiyaya getdi. Bunlar ayrı-ayrı cümlələrdir. Heç biri bir-birindən asılı deyil. Yəni kompleks deyil, compound sentensisdir. Mən kofeni xoşlayıram, falan kəs başqa bir şeyi xoşlayır. Bunlar bir-birindən asılı deyil. Zaten enddə birləşdiyi struktur paralel olur. Ya cümləni birləşdirir, paralel struktur yaradır, ya da iki dənə sözü birləşdirir, yenə paralel struktur yaradır. Yəni asıllıq olmur bir-birindən. Bu birisində də baxın, burada nöqtəli vergül var. Nöqtəli vergüllərdir, nöqtəli ümumiyyətlə durum işarələrdir. Sonra transitionlardır. İngiliscəsində en qədər transition var. Bunlar, bu transitionlar cümlədə yaratdıqları cümlə tabesiz mürəkkəb cümlə olur. Yəni birinin digərindən asılılığı olmur. Bəlkə də siz tərcümə edib deyirsiniz, məsələn, maşınımız xarab oldu, brokdan xarab oldu. Bu o demək deyil ki, sizə orada da açıqlama lazımdır. Lap lazımdırsa da yenə də transition və yaxud da fanboys və yaxud da bu nöqtəli vergül sizə kompleks cümlə yaratmır. Yəni tərcüməsini atın bir kənara, qrammatik cəhətdən yaratmır. Deməli cavab oldu A variantı. Deyir ki, an independent, yəni independent müstəqil
cümlə ibarət olur ən azı bir cümlənin müstəqil bir cümlə olması üçün ən azı onda mübtəda xəbər quruluşu olmalıdır. İkinci dərəcəli üzvlərdə, yəni təyin, tamamlıq, zərflik, bunlar cümləni sadəcə geniş cümlə eləyər. Cavab burada E variantıdır. O birisi variantları deməyə ehtiyac görmürəm. Compound sentences, yəni tabesiz mürəkkəb cümlə ibarət olur. Heç olmasa burada 2 dənə müstəqil cümlə olmalıdır. Məsələn, aşağıda test var idi, o birisində mən kofeni xoşlayıram, Leyla çayı xoşlayır. Bunlar ayrı-ayrı cümlələrdir və 2 dənə müstəqil cümlədirlər. Onlar birləşdiyi halda, ən az 2 müstəqil cümlə birləşdiyi halda sizə yaratdığı cümlə olacaq compound sentences. Cavab da olur D variantı. Independent clauses, yəni müstəqil cümlə qoşula bilər, qoşulub, yəni yarada bilər. Demək istəyir ki, isə yarada bilər, yəni compound sentences. Demək istəyir ki, tabesiz mürəkkəb cümlələr hansı bağlayıcılarla bağlanır? Adının elə uzun olmağına baxmayın. Yəni independent clauses, 2 müstəqil cümlələr birləşir, compound sentences formalaşdırır. Yəni formalaşdırmaq üçün coordinating conjunctionlara, yəni tabesiz bağlayıcılara birləşdirmək lazımdır. A variantı. B variantı tabeli mürəkkəb cümlə yaradır. Subordinating conjunction. C variantı hər ikisinin quruluşu ilə yox. O hər ikisinin quruluşu ilə birləşən cümlələr var əslində. Onlar compound, kompleks cümlələrdir. Yəni tərkibində 2 müstəqil cümlə olur. Sən bu işdən coordinating conjunctionla bağlanır. Bir dənə də aslı cümlə olur, subordinating conjunctionla bağlanır. D variantı ümumiyyətlə deyil. Ovşum uzun sözün qısası cavab A. Tabesiz mürəkkəb cümləni göstərin. I like walking on the beach. Bu cümlədə siz bir mübtəda mən xoşlayıram gəzməyi itimlə çimərlikdə mübtəda xəbərdən ibarət və digər üzvləri də onu geniş cümlə edir. Yəni mürəkkəb cümlə deyil. I like walking, mən xoşlayıram gəzməyi, lakin baxın, itim qatmağı xoşlayır. Bu cümlə compound sentensdir, yəni tabesiz mürəkkəb cümlədir. C variantında əzin yaratdığı hardasa, çünki deyək buna tabeli mürəkkəb cümlə olacaq. Belə bəlkə də bir qəribə səslənir cümlə. Mən gəzməyi xoşlayıram, çünki itim qaçmağı xoşlayır ya da itim qaçmağı xoşlayarkən mən yeriməyi xoşlayıram. Hər nədirsə yaratdığı cümlə compound sentences deyil. Yəni tabeli mürəkkəb cümlə yaradıb, tabesiz yox. Zaman budaq cümləsidir. İtim qaçanda mən də yeriməyi xoşlayıram. Time clause-dur D variantı. I variantında da yenə də time clause-dur. Ümumiyyətlə time clause-ların bağlayıcıları əsasən when, after, before, until, till bunlardır. Complex sentences, yəni consist of and demək istəyir ki, kompleks mürəkkəb deməkdə tabeli mürəkkəb cümlə deyir, ibarət olur bir müstəqil, bir dənə də asılı cümlədən, yəni baş cümlə. Bu olur baş cümlə, müstəqil cümlə, bu da olur budaq cümləsi, cavab da olur C variantı. Deyir ki, asılı cümlə başlaya bilər relative pronoun, adverb or subordinated conjunction. Yəni asılı cümlələr, budaq cümlələr ola bilər ki, relativ nisbi əvəzi ilə başlasın. Məsələn, təyin budaq cümlələri ola bilər relativ adverb ilə başlasın. Bilirsiniz ki, ismi təyin edir when, amma cümlə təyin budaq cümləsidir. İsmi təyin edir where, amma cümlə təyin budaq cümləsidir və onlar adlanır relativ adverblər. Yəni where'dir, when'dir, sonra why'dır. Təyin budaq cümləsini bağlayır, amma nisbi əvəzlik deyil, nisbi zərfdir onlar da. Bir də tabeli bağlayıcılarla ola bilərlər. Yəni when, while, before çoxdurlar da, saymaqla bitən deyil. Onsuz da oxuyub bilirsiniz onları. Deməli, I like him as he is funny. Bayaq dedik ki, buna üçün, çünki kimi deyə bilərik. Amma sizdən tərcüməsini soruşmur. Sizə deyir budaq cümlə. Bağlayıcıdan sonraki hissə sizin cavabınız olur. As he is funny. Cavab da B. Relative clause deyir göstərin. The woman, yox, relative clause olmayanı göstərin. The woman, deyirəm ki, qadın, sual çıxır ortaya, hansı qadın? Mənim pulqabımı tapan qadın, it's into reception. Yəni, onu verdi, receptiona verib. Siz düşünün ki, bu cümlə yoxdur. Aha, yox, bura qədər. Bu cümlə yoxdur. Deyirsiniz, qadın onu receptiona verdi. Bu it, yəni əvəzlik mövzusu deyil, amma deyirəm. Ümumiyyətlə, əvəzliklər cümlədə havadan, sudan istifadə oluna bilmir. Çünki onların istinad elədiyi bir isim olduğu halda
işə yarayır. Əks halda cümlədə fikir yayınlıqları yaradır. Kimdən nədən söhbət gedir? Məsələn, bu cümlədə siz it nəyə deyirsiniz? İt nədir? Və yaxud da qadın hansı qadındır? Bilinmir. Bu cümlədə həm itin boş qaldığı üçün, həm də elə woman'ın boş qaldığı üçün, yəni bilmirik də söhbət kimdən hansı qadına gedir. Ona görə bu cümlənin mütləq şəkildə essential clause-u, yəni relative clause-un 2 növü var və dərsimizdə sizə bunu deyir. Onun sinif dərsində essential, non-essential qaydası yazılıb. Deməli, əgər biz orada silib ata bilmiriksə, o essential clause olur və vergülsüz işlənir. Bu məsələn relative clause və essential clause, yəni növ olaraq. A variantı təyin budaq cümləsi, B variantı deyir ki, tələbənin iti, bilirsiniz ki, hər iki tərəfi isim olanda biz who'dan istifadə edirik. Desəz ki, it qaçdı, söhbət çıxır hansı it? Tələbənin iti B variantda relative clause-dur. Mən xatırlayıram günü, hansı günü xatırlayıram. Baxmayın, buna siz deməyin ki, bu tamamlıq budaq cümləsi. Tamamlıq budaq cümləsi olsa, cümlədə ismi təyin eləməz. Məsələn, bu burada olmaz. Çünki tamamlıq budaq cümlələri feillə qurtarır. Amma relative clause-lar isimlə olur və o relative dediyimiz pronoun və yaxud da adverb onu təyin eləyir. Mən xatırlayıram, nəyi xatırlayıram, ondan qarşılaşdığım ilk günü. Belə desəz tamamlıq budaq cümləsi, amma baxın deyir, mən xatırlayıram günü. Hansı günü? Onunla qarşılaşdığım o günü xatırlayıram. Yəni relative clause-dur, when they təyin edir. These are the earrings. Bunlar sırğadırlar. Hansı sırğadırlar? Burada relative pronoun düşüb. Which or that my mother gave me. Anamın mənə verdiyi sırğalardır. Bütöv cümlə quruluşlarında onu relative pronounu salmaq olar. D variantda relativdir. She chose to photograph. O bir deyir ki, fotoqraf. Yəni bu burada feil kimi işlənib böyük ehtimal, çünki to inandı. O deyir ki, şəkil çəkmək üçün seçdi. Nəyi? Könüllü olan kimisə. Bu ümumiyyətlə bu cümlə bütöv yəni tamamlıq budaq cümləsi olur. Relativ olması üçün mütləq şəkildə təyin edin. Sifətin sualına cavab vermək. O deyir ki, fotoqraf seçdi. Fotoqrafı niyə seçdi? Olmur. Amma əslində fotoqraf seçdi. Hansı fotoqraf? Whoever was willing. Yox da biz whoever ola bilər ki, burada tamamlıq budaq cümləsi yaradacaq. Çünki nisbi əvəzi və yaxud da nisbi zərflərin içində whoever yoxdur. Elə ona görə də burada relativ olmayan variant edir. Sizə deyir ki, compound kompleks cümlə olmasın. Yəni, compound kompleks cümlə iki müstəqil cümlə, bir dənə də budaq cümlə tərkibində olması lazımdır. Do you know, tanıyırsan, the man who is talking to Mary. Bu cümlənin tərkibində iki müstəqil cümlə yoxdur. Ona görə bu bizim şərtli istənilən deyil. Bu sadəcə təyin budaq cümləsi. Bir getdi. John didn't come, gəlmədi, because he was ill, çünki xəstədir. So Mary was not happy. Buna görə də Mary xoşbəxt olmadı. Siz düşünün ki, burada because he was hissəsi bir budaq cümlədir və budağı buradan çıxartdıq. Qaldı belə, John didn't come, so Mary was not happy. İki müstəqil cümlə so ilə fəm boyusdan birləşdi və ortaya bir dənə də budaq cümlə girib. Yəni bu əslində compound kompleks cümlədir. He left in a hurry. O tələsik çıxdı. After'dan sonraki olur bunun bir asıl cümləsi, zaman budaq cümləsi. After he got a phone call. Bu cümləni buradan çıxsaz, yəni asıl cümləni çıxsaz, ortada qalır he left in a hurry, but he came back. O deyir tələsik çıxdı və 5 dəqiqə sonra qayıtdı. İki müstəqil cümlə birləşib bir dənə budaq cümləyə. Ona görə də 3-də də vardı. Sizdə olmayanlar soruşur. 1-də yox idi. In order to, burada söhbət in order to-dan gəlsə, in order özündən sonra cümlə gətirir conjunction. In order to özündən sonra söz gətirir preposition-da. İndi burada baxın, bu ümumiyyətlə sizə bir struktur deyil, sadəcə olaraq bir birləşmədir, getdi. Bu cümlənin this novelist mübtədası, prepares xəbəri, başqa bir mübtəda xəbər quruluşu falan yoxdur. Bu ümumiyyətlə sadə cümlədir. Cavab olacaq 1, 4, 5-cisində də 5-ci cümləyə baxın. Bu heç otherwise called, nə bilim, nə heç theory of evolution mübtəda, Darwinizm ikinci mübtəda, vergülün iki dənə mübtəda ayrılıb, bir dənə də ismi xəbər var, izlə başlayıb ta axıra qədər gələn. Deməli, ismi xəbərli bir sadə cümlə görürük biz. 1, 4, 5 ümumiyyətlə nəinki bir kompleks cümlə idi.
4-dən 5-də sadə cümlədir. Yəni şərtli istənilən cümlə deyildi. Cavab da oldu E variantı. Kompleks cümləni deyir bizə göstərin, göstərək. Deməli, as well as being bu cümlə deyil. A musician. Burada heç nə yoxdur. She is, yəqin ki, cümlədə sadə cümlə olacaq. She is noun. She is noun. Be noun for something, nəyinəsə tanımaq. Cümlə mübtəda xəbər quruluşudur və sadə cümlədir. A getdi. B variantında we can never obtain peace. Bu cümlədə amma mürəkkəb cümlə var. Baxın, we can never obtain. Bu cümlənin mübtəda xəbər quruluşu. Digər tərəfdə zaman budaq cümləsi. Until we make peace with ourselves. Biz sülh qazanana qədər. Bu da elə budur cavab B variantı. Zaman budaq cümləsidir. During this period bu heç nə deyil. Called de bu da yenə heç nə deyil. Deməli burada sadəcə olaraq bir mübtəda xəbər var. Yapon imperatoru Hədnob da onun xəbəridir. Həd və salam sadə cümlədir. A team Amerindan term Amerindan. Bu mübtədadır, nədirsə. Is used for Native Americans. Bu da xəbəridir. Use especially. Burada bir düşünün ki, reduction gedib. Reduction olmasaydı complex sentence olardı. Yəni for Native Americans who used, elə belə olubdu. Who used, who gedib used hissəsi qalıb. Amerikanlar tərəfindən Amerikanlılar üçün istifadə olunardı. Yox, bu belə olubdu. Burada ümumiyyətlə relativ aid deyil Amerikan sözünə. Bu o cansızdan söhbət gedir. Which was used olub. Which was gedib participle to hissəsi qalıb və artıq cümlə sadə cümlə olubdu. One of the most successful film. Burada bu mübtədasıdır. Yəni ən uğurlu film direktorlarından biri. Noun ki, burada bir reduction gedib. Who was noun ya da ki is noun. Who was gedibsə artıq cümlədə mürəkkəb cümlə strukturundan söhbət gedə bilməz. One of the most successful film directors is a legend in the history of American cinema. Cümlə sadə cümlədir. Yenə deyirəm, ortadakı hissə reduce olunmasaydı relative clause olacaqdı, amma hal-hazırda deyil. 22-də deyir ki, asıl cümləni göstərim. Yenə dedik də, bayaq dediyimiz kimi, asıl cümlə istəyirsə, bağlayıcıdan sonraki hissənin cavab olacaq. Yəni A. Because it is so beautiful. Asıl cümləni deyir göstərin. Şərt budaq cümlələrində if olan hissədir. Yəni A. Asıl cümləni deyir göstərin. Hanı bunun bağlayıcısı? Before you leave. Yəni A. 25 deməli deyir ki, bu cümlənin asıl hissəsini. When bu buradır. When he states that something is impossible. When he states olacaq cümlənin asıl hissəsi. Deməli 2. Burada birini də tapmalıymışıq. That something is impossible. He is very probably wrong. Bir də that something is impossible. Yəni bu cümləni düşünün ki, cümlə içində bir dənə də asıl cümlə olubdu. Bağlayıcı o, baxın, bu gəlir. Burada that clause gəlir. That clause da bir bağlayıcılı hissədir, yəni budaq cümlədir, asılı. Ona görə burada 2-3-dür cavab. Asılı hissəni göstərin. When you see glacier. Buradır. Asıl hissəsi, yəni C variantı olacaq. The following statement is wrong. Bu nəzəri testi çətin deyil, amma izah eləməyəcəm, çünki ehtiyac deyil. Bu da nəzəridir, amma deyək bayaqdan, çünki çox sizə dedim, unextended, extended. Deyir ki, sadə cümlənin geniş cümləsi olması üçün nəyə ehtiyac var? Mübtəda, xəbər, yox, geniş demir, üzrü sayın, müxtəsər olması üçün unextended. Yəni, bir üzvdən, baş üzvlərdən ibarət olsun. Mübtəda, xəbər, verb, subject, 1-3. Hansı cümlə ən azı 2 müstəqil cümləsi olur? Deməli, compound sentenseslərin 2 dənə müstəqil cümlələri olur ən azı. C variantı. 30. The dog had watched. Batla bağlanırsa cümləni oxumağınıza o qədər da ehtiyac deyil. Yəni, olacaq compound sentences C variantı. 2 dənə aslı cümlədir. Bu cümlə digər cümlədən asıl deyil demək. Burada ümumiyyətlə soruşmur nədir, biz deyirik nədir.
The cat fell asleep on the warm kitchen. Baxın, because-la bağlanıbsa, tabeli bağlayıcı ilə. Deməli, tabeli mürəkkəb cümlə yaradıb. Tabeli mürəkkəb cümlədə tərkibində bax, bir baş cümlə var, bir də budaq cümlə var. Deməli, elə tabeli mürəkkəb cümlənin yox, tabesiz mürəkkəb cümlənin tabeli də because özüdür. Yəni buna kompleks deyərik. Fikrim birdən dağıldı. Orucam axı. Az beyin. Deməli, 2 dənə cəm cümlə var. Biri başlı, biri budaqlı. Ona görə adı olacaq B variantı. Yəni kompleks tabeli mürəkkəb cümlə. And-lə birləşib, amma bu cümlənin növünün nə olduğunu mən deyə bilməyəcəm sizə. Baxın, mübtəda əslində bu pişikdir, dayanan da pişikdir. Yenə neynibsə o da pişikdir. Yenə and-lə birləşib neynəsə, yenə o pişikdir. Yəni belə bir qayda var ki, ingiliscədə əgər mübtədalar eyni şəxsdirsə, ki, burada kət hər iki tərəfdə, ikinci tərəfdə mübtədanı deməyə bilərik. Siz bu qaydanı bilirsiniz. Sadəcə olaraq bu cümlənin növünün nə olduğu ingilis mənbələrində compound da gedir, sadə də gedir. Burada nə gedir bilmirəm. İndi keçən il sertifikasiya üçün, keçən il ya inişil, deyəsən inişil idi, ya keçən il idi bilmirəm, yadımdan çıxıb, yaxşı xatırlamıram. Deməli, Təhsil Nazirliyi sınaq imtahanı təşkil eləmişdi. Belə bir cümlə. Deməli, 2 dəfə ardarda olan, eyni testin içində siz fərz edin bu struktura birində compound cümlə deyib, yəni tabesiz mürəkkəb cümlə, digərində sadə cümlə kimi götürüb. Məsələn, bu geniş cümlədir, çünki digər üzvdə var. His, surroundings, tamamlığı var. Belə geniş cümlədir. Amma sadə geniş midir, compound mudur? Bunu ingilislərdə tam da bəlli deyil. Bizdə də ki, Təhsil Nazirliyi bunu hər ikisini götürdüyü üçün bizdə nə olduğunu tam bilmədik. Gəldik bu cümləyə. Deməli, mouse mübtədadır, watched bunun xəbəridir, amma başqa burada siz mübtəda xəbər quruluşu görmürsünüz, amma digər üzvlər görürsünüz. Baxın, söz önündən sonraki söz önlü tamamlıq, birbaşa tamamlıq, nəyi, qutunu. Deməli, burada sadə, amma geniş cümlə var. 34. Which sentence can have one independent clause? Der hansı cümlənin tərkibində bir dənə müstəqil cümlə olur? Deməli, simple sentencelərdə bir dənə olur. Kompleks cümlələrin də tərkibində bir dənə müstəqil, bir dənə aslı olur. 1-2 compoundlarda 2 dənə müstəqil cümlə olur, yəni independent 2 olur. Compound komplekslərdə də yenə tərkibində bunun compound cümlə olduğu üçün elə 2 dənəsi olur burada da müstəqil cümlə. Cavab 1-2. 36-cı testə gəldik, çıxdıq. Deməli, dedicated heç nə deyil. Bu cümlənin bir mübtədasını, bir də xəbərini tapaq, amma düşünün ki, burada bir even though bağlayıcısı verib və istənilən halda bundan sonra söz gəlmir, cümlə gəlir. Baxın, mübtəda, yəni mouse, bir də onun xəbəri. Burada da bir mübtəda xəbər quruluşu var. Detective states, burada da mübtəda xəbər quruluşu var və cümlə even though ilə birləşib. Even though, while, whereas, though, although, bunların yaratdığı cümlələr olur. Tabeli mürəkkəb cümlə, amma ziddiyyət bildirən. İndi sizdən növünü istəmir, amma bunlar kontrast və yaxud da concession budaq cümlələridir. Onlar da kompleks cümlə adlanırlar. Dediyim kimi, onun sinif dərsliyində bunlar da vardı. Hətta orada bu ziddiyyət budaq cümlələrini concession və kontrast olaraq ayırıblar. After görürsə zaman budaq cümləsi. After he gave it some tonight. South. Biraz da yaxınlaşsın. Oxuyamadım. Some south. Yəni, o bir qədər fikir verdikdən sonra, diqqət elədikdən sonra zaman budaq cümləsi sizdə zamanı soruşmur. Hətta bu cümlənin içində düşünün ki, baxın, 2 dənə budaq cümlə var. After hissəsi, bir də until hissəsi. Until later for this yox, bu cümlə deyil. Burada preposition kimi işlənib. Ümumiyyətlə, baxın, after, before, until, till, since. Bunlar həm conjunction, həm də preposition ola bilir. Özündən sonra söz gətiribsə və yaxud da ifadə gətiribsə, yəni söz birləşməsi. O zaman deyəsiniz ki, siz ona
O zaman deyəsiz sözünü, cümlə gətiribsə olacaq bağlayıcı. İndi burada da kompleks olur cavab. 38. The mouse darted for the safety of the nearly invisible. Bu cümlə görürsünüz ki, bir mübtəda və bir dənə də xəbəri oldu. Yox. Hədə bir mübtədası var, bir dənə də xəbəri var. Yəni belə olan halda artıq sadə cümlə olur. Digər üzvləri də olduğu üçün geniş olur. Mübtəda, xəbər. İndi for the safety of the nearly invisible olur bunun bir tamamlığı. Under the cabinet bu da olur sözünün tamamlığı və yaxud da buna yer zərfi deyin. Harda kabinetin aşağısında. Yəni bu olacaqdır. İki başqa üzvü də olduğu üçün bir dənə də mübtəda xəbərdən ibarət olduğu üçün extend amma simple. Yəni sadə geniş cümlə. 39-da da deməli deyir ki, bir subject, bir verbdən ibarət olan cümlə sadə müxtəsər cümlə adlanacaq E variantı. Burada görürəm ki, until var, amma until burada cümlə deyil. Cümlə yaratmayıb. Yəni conjunction deyil də söz önü kimi istifadə olunub. Qaranlığa qədər sitan gözləyə bildi. Orla da bağlanıbsa, or fanboys bağlayıcılarındandır. Yəni coordinating conjunction'dular. Yəni bağladıqları cümlə tabesiz mürəkkəb cümlə olacaq. Yəni C variantı. 41. Just as it started to snow. Burada just bir bağlayıcıdır. Just as. Baxın deyir ki, an evə qayıtdı nə vaxt yağış yağan kimi. Deməli, time close olacaqdır. Juan played football. Amma, yet yaratdığı cümlə amma. Bu da consertion, kontrast yaradır, ziddiyyət. Amma bu fanboys, yəni coordinating conjunctionlardan olduğu üçün bunun adı olacaqdır yaratdığı cümlə. Compound, yəni tabesiz mürəkkəb cümlə olacaq. Burada siz bu cümlədə heç nə görmürsünüz. Bir mübtəda, bir xəbər, bir dənə də sözünlü ifadə. Bu sözünlü hissəsi onu geniş cümlə eləyər. Mübtəda xəbərdən də ibarət olması onu eləyər sadə cümlə A variantı. Digər variantları deməyə lüzum yoxdur. Çünki da bunun digər variantı nəsə bir şey yoxdur izah eləməyə. A variantı. Deməli, bu testlər lazımsızdır, amma daha çıxır qarşımıza deyirəm də. Deyir ki, iki müstəqil cümləni bir müstəqil cümləyə qoşuruqsa, adı olur compound kompleks cümlə D variantı. Bu böyük ehtimal olacaq zaman budaq cümləsi. Çünki amma indi bizdən burada zamanı istəmir. Yəni tabeli mürəkkəb cümlənin növünü istəmir. Prosta cümlə olaraq kompleks cümlədir və kompleksdə növü olaraq zərfliyin, yəni zaman budaq cümləsi. Deməli, bunu belə bildik. Gəldi, I helped with milking the cows. Bunun bu tərəfində, bu tərəfində bir də and-lə birləşib. Yəni, bir dənə burada var budaq cümlə. I helped olur bir baş cümlə, yəni bir sadə cümlə. Təbii ki, bunlar ikisi də when hissəyə baş cümlədirlər. Bir dənə də and-dən sonraki hissə olubdur. Yenə düşünək ki, bu da, yox, bu cümlə deyil axı. Cows and the pigs. O sadəcə bir tamamlığı birləşdirir. Yəni bu cümlə kompleks cümlədir. Bir müstəqil, bir də budaq cümlədən ibarətdir. Kompleks. Burada da the cat was unsuccessful mübtəda xəbər. And-dən sonra the mouse was equally. İki dənə cümlə and-lə birləşibsə adı olacaq compound sentences, yəni tabesiz mürəkkəb cümlə. In spite of, baxın, yenə deyirəm, bunlar da dərslikdə var. Bunlar ziddiyyət bildirən preposition'dılar, yəni yaratdıqları cümlə olmur. Sadəcə olaraq sizə deyir tamamlayın. In spite of, sonra despite, bunlar bağlayıcıdırlar. Amma bunlara yanına siz yazsaz ki, in spite of the fact that və yaxud da despite the fact that olacaq conjunction. Amma hal-hazırda bunlar sözündürlər və yaratdıqları cümlə sadə cümlə sayılar. Deməli, ağır yağış, güclü yağışa baxmayaraq, that's why we stay inside. Buna görə də biz çöldə qaldıq. Belə cümlə olmur. Biz çölə gedə bilmədik. Bu belədir. Yağışa rağmen biz çölə getdik olardı. B deyil. Pikniki dayandırmadıq olardı. C deyil. Biz yaş oldu üstümüz. Yaş olmadıq olsa düz olardı. I went to Oxford to see my uncle who was ill.
Deməli, güclü yağışa baxmayaraq biz xəstə olan əmimi görməyə getdik. Bu cümlənin özünün içində relative clause var. Bura. 48. I saw my elementary school teacher who reminded me of my whole childhood. Mənə bütöv uşaqlığımı xatırladan məktəb müəllimimi gördüm demək istəyirsiniz. Bu cümləni tamamlamaq lazımdır. Deməli, I went to the office very late today. Bu o cümləni tamamlayacaq bir struktur deyil. Bir usta sizə bağlayıcı lazımdır ki, bu cümlə bir-birinə bağlansın. Burada bağlayıcı da yoxdur. Mən bu gün ofisə gec getdim, müəllimimi yolda Görürsünüz, istər-istəməz yolda söz çıxır. Getdi A variantı. Have you ever seen her? Bu nə deməkdir? Sən heç onu görmüsən. Yəni burada ümumiyyətlə cümlənin axırında sual işarəsi olardı ki, sonra buna leksik cəhətdən baxardıq. Bu sual cümləsi yaratmayıb. Have you? Nə də inversiya yoxdur. B ümumiyyətlə qrammatik cəhətdən də səhvdir, nəinki leksik. After I graduated, I found a well. Bunun nə adiyyatı var? Well paid job deyir. Mən məzun olduqdan sonra yaxşı bir iş tapdım. Daha bu cümlənin özündə fikir bitib əlavə bir fikrə ehtiyac yox idi. Səhvdirsə, on my way to the office, ofisə yəni gedəndə yolumun üstündə falan müəllimi gördüm və mənə falan şeyi xatırlatdı. Cavab D variantıdır. She has a daughter who is a student in our class. Sinifimizdə, onun sinifimizdə oxuyan bir qızı var. Nə adiyyatı var digər cümləyə? Cavab oldu D. 49. Is a belief generally held by psychologists. Baxın, bu cümlədə görürsünüz ismi xəbər verilib, amma cümlə deyil. Bu cümləni tamamlamaq üçün siz bura subject qoymalısınız. İndi hardan bildik? Deyir ki, ümumi bir inancdır psixoloqlar tərəfindən. Yəni düşünülən inancdır. Nədir? İnancdır nə? Ortaya nə sual çıxır? Yəni ya bu bir dənə sözlə ifadə olunar, ya bir söz birləşməsi ilə ifadə olunur, ya da bir cümlə ilə ifadə olunur və biz variantlara baxanda görürük ki, əslində bizim mübtədamız clause ilə ifadə olunub. Yəni mübtəda budaq cümləsi olacaq və mübtəda budaq cümlələri də adətən it is-lə ya başlayar ki, burada başlasa da olmayacaqdı, ya da bağlayıcı ilə başlayar və burada bağlayıcı ilə başlayan cəmsi 2 dənə variant var. Biri D-dir, biri də A variantıdır, biri də C-dir. Bunlar heç biri olmayacaq. Çünki D ilə başlandığı cümlənin özü bir budaq cümlə olduğu üçün digər cümləndə mübtəda xəbər istəyəcək. Getdisə, E variantı da, üzr istəyirəm, D variantı da mən sizə başlanğıcda dedim, axı variantları qarşı salıram. D variantında şərt budaq cümləsinin budaq cümləsi budur, digər tərəfində addi bir mübtəda xəbər istəyir. Sizə eləsi lazımdır ki, özünün xəbəri eləsin onu. A variantıdır. That a person's character is affected by events in childhood. Yəni uşaqlığında hansısa bir də, yəni hadisədən təsirlənən şəxsin xarakteri oldu cümlənin mübtədası, yəni cavab A. Sonra 50. He is a very clever boy, but o ağıllı oğlandır, ziddiyyət gətirməlidir, lakin he was given an A in all his lessons. Hə, burada E qiymət kimidir. O ağıllı oğlandır, lakin ona dərsdə birincisi zaman da düz gəlməlidir. Burada zaman da düz deyil. Ona qiymət verildi A. Nə adiyyatı var? Ağıllıdır, lakin qiymət verildi. Ağıllıya veriləcək də A. Deyil A variantı. Teachers like him very much. Ağıllı olandır, lakin müəllim onu sevir. Leksik cəhətdən səhvdir. Sonra deyir ki, o çox ağıllı olandır. Lakin demək olar ki, çalışqan deyil. Cavab C variantıdır. O deyir ki, gündə 5 dəfə oxuyur. Nə adiyyatı var? Ağıllıdır, 5 dəfə oxuyur, lakin olmur. He can solve even very difficult questions. Deməli, o ağıllıdır, lakin hər bir sualı həll edə bilir. Çətin sual yox. Cavab oldu C variantı. Gəldi 51-ci test. Deməli, burada otherwise əks təqdirdə deyibdir və ondan sonra davam edir. It will disappear like a soap. Yəni bir sabun köpüyü kimi əks halda yox olacaq. Tek özünü qoru, əks halda o yox olacaq. Baxın, sizə bir şey deyim. Siz elə bir cümlə yazmalısınız ki, bu iti orada görəsiniz. Yəni əvəzi elə belə deyil. A variantında istinad edəcəyi bir şey yoxdur. You should reduce the number of cigarettes you smoke. Çəkdiyin siqaretlərin sayını
azaltmalısan. Əks təqdirdə o əriyəcək. O əriyəcək, o nəyə qayıtdı? İndi deyərsiniz birdən siqaretə qaytarırıq ki, onda D olardı və yenə də leksik cəhətdən səhv olacaqdı. You must take care of your money. Cavab budur. Pulun qeydinə qal. Əks təqdirdə o yox olacaq. Yəni o dediyi şey puladır. Yəni pulunu yaxşı xərclə, əks halda pul yox olacaq belə. Cavab C variantıdır. D variantında 2 kilometr yol gəzməlisən, əks halda o yox olacaq. Olmur. Sən dişlərini fırçalamalısan gündə 2 dəfə, əks halda o yox olur. Yox, deməli cavab doğrudan da C variantıdır. 52. The teacher said that, müəllim dedi ki, it wouldn't matter, problem deyil. Nə problem deyil? A variantında deməli, if we came to the classroom on time. Belə cümləni müəllim deməz. Deyir, müəllim dedi ki, problem deyil, bizim dərsə vaxtında gəlib gəlməməyiz, çünki bu optionaldır. Dərsə vaxtında gəlmək optional olmaz. Yəni, bu bir hüquq deyil, vəzifədir. Ona görə də hamı vaxtında dərsində olmalıdır. A deyil. B variantında, if you want to improve ourselves by reading important books, bunu da heç müəllim deməz, çünki bu optionaldır. Deyir, əgər biz inkişaf etdirmək istəyirsə özümüzü oxumalıyıq, mühüm kitablar, bu optionaldır. Yox, müəllim elə şey də deməz. Sonra if we did the project or not, elə cavab budur, because it was optional. Deyir, müəllim bizə dedi ki, əgər biz layihəmizi edib etməməyimiz, yəni layihəni yerinə yetirib yetirməməyimiz o qədər də önəmli deyil, çünki bu optional, yəni seçimlidir. Həm də ki, burada seçim sözü ilə or not edib etməməyimiz üst-üstə düşür. Elə bir paraphrase kimi. That we should have read all books in the field. O sahədə bütün kitabları oxumuş olmağımız olmur. Bu cümlə ümumiyyətlə should have dictated all the unnecessary subjects. Bu cümlə getdi çıxdı təəssüf hissi bildirən cümləyə. Bu da deyil. C variantı. Sonra there are a lot of books in my library which you may need for your course. Sənə lazım olacaq bütün kitablar mənim kitabxanamda var. You can take whichever you like. İstədiyin birini götürə bilərsən. B variantıdır. A variantına nəzər salsaq, you can take however, baxmayaraq xoşladığı ola bilər, yox. They may be very useful. Sən götürə bilərsən, ola bilər onlar usefuldur, yox. Rather than onları oxumaqdan yoxdur ardı. You must bring them. Yox, cavab burada B variantıdır. Yəni istədiyin, bu tamamlıq budur. Elə bir tamamlıq sayılır da bu da. Götürə bilərsən nə istədiyin birini. Bayaq da bir fotoqraf seçdim, könüllü olan söhbət var idi. Relative clause olmamışdı, onun kimidir. I have never liked arabisk mahnıları deyir, heç vaxt sevməmişəm. Səbəb qoymalısınız. Because I want to be a musician in... Mən yaxın gələcəkdə müğənni olmaq istəyirəm. Müğənni olmaq istəyən hansı bir musiqini sevməməyə adiyyatı yoxdur. Əksinə sevməyə var. Rock music seems to be more natural. Yox. Although many people don't love it. Yox. Ziddiyyət olmalıdır. Which makes my mood gloomy. Budur. Deyir, mən heç vaxt o mahnıları sevməmişəm, çünki mənim mudumu aşağı salır, pisləşdirir. Cavab D. E variantında da because it gives me great pleasure. Mənə böyük həzz verən mahnı niyə dinləməyim ki? Complex clause. Yəni deyir ki, asıl cümlənin depend clause-u, yəni daha doğrusu deyir, yəni elə bir ora bir şey qoyun ki, qoyduqlarımız da asıl cümlə olacaq, budaq cümləsi. Cümlə yaransın kompleks. The question of-dan sonra A variantı düz oxşuyur. What motivates a person to have differently in society has been studied by psychologists for many years. Deyir ki, insanları cəmiyyətdə müxtəlif şəkildə, yəni insanları motivasiya eləyən şey deyir, illərdir ki, sosioloqlar tərəfindən, psixoloqlar tərəfindən araşdırılmaqdadır. Elə cavab da B, A variantıdır. İndi siz ora B variantını yazsaz ki, yaza bilərsiniz, prosto redaction kimi kompleks cümlə yaranmayacaq.
Belə də quruluş olmur. The question of a person. Onda bu cümlə artıq olur. Deyirsiniz ki, insanın sualı, şəxsiyyətin sualı belə şey olur. Ə, Motivate sözü niyə belə zamanla birləşməz ümumiyyətlə? Burada qrammatik cəhətdən də tapmaq olur. Ə, Leksik cəhətdə qoyun bir qırağa, amma leksik cəhətdən də tapmaq qrammatikadan daha asan olur. Motivate yox, motivating hələ sonra baxardıq tərcüməsinə. What what özü subject rolundadırsa, person da bir subject rolundadırsa, iki dənə subject qalıb havayda. Tamam, xəbərsiz. Cavaba 56. Deməli, he had studied 8 hours a day during the week. Həftə ərzində o bir gündə 8 saat oxuyur, lakin ziddiyyət olmalıdır. He got high mark. Oxuyur, lakin yaxşı qiymət aldı, olmur. The teacher asked questions on the subject that he had studied very well. Lakin müəllim ona suallar verdi oxuduğu sahə üzrə yox. He graduated as the most successful student. Ən yaxşı uğurlu tələbə kimi məzun oldu, yox. His mother wants him to be a doctor rather than a teacher. Müəllimdənsə həkim olmasını istəyir valideyn, yox. Ziddiyyət olmalıdır da. Oxudu, he failed the exam. İmtahandan kəsildi ehtiyatsızlıq səbəbindən. He mentions the favor once he did to my brother. Deməli, deyir o nə vaxt, bu D variantdan bir dənə baxın. Whenever he sees me, o məni nə vaxt görürsə, elə qardaş, o yəni deyir qardaşımı tərifləyir. O məni nə vaxt görürsə, mənim qardaşımı tərifləyir də. Elə cavab D variantı. A variantı, he is kind of person who he mentions olmur. He lends money to my brother. Mən nə vaxt qardaşım ehtiyacı olursa pul verir, nevertheless buna baxmayaraq yoxdur. Burada third conditionalın bir hissəsini verib, halbuki yəni had he given belə olub. If he had given some money to my brother, o mənim qardaşıma bir qədər pul vermiş olsaydı, ardı yoxdur. Dedüzdür, I don't like it all. Xoşlamıram bunu, baxmayaraq olmur. Uzun sözün qısası deyin, keçin. 58. Relative clause-u göstərin. Tell me, nəyi? Bu burada ümumiyyətlə bunların hamısı conjunctive word ola bilər. Yəni conjunctive word funksiyasında artıq baş və budaq cümləni birləşdirir. Deyərsiniz ki, relative clause-larda da birləşdirir. Yox, relative clause-larda təyin edirlər ismi. Amma bunlarda isim yox, feilə aid olurlar. Bu me-yə baxmayın tamamlığa. Tell, de, nəyi? Who left his shoes on the floor? Ayaqqabısını orada kimin çıxartdığını deyin. Baş və budaq cümləni bir-birinə bağlayan bağlayıcı funksiyasındadır. Who relative clause deyil. I have a surprise for whoever wins. Belə bir təcrübəm var. Yenə relative clause deyil. Nəyə təcrübələnirsiniz? Yarışı kimin qazanır, qazanmış olduğuna. Qazanıb qazanmamasına, kim olur olsun qazananın. Yəni tamamlıqdır bu. Whoever is the last one to leave turns off the lights. Otaqdan çıxan, sonuncu çıxan kim olursa olsun, işığı söndürməlidir. Söndürsün. Burada da relativ yoxdur. The boy. Burada əslində əvvəlki halında olub bir relative clause. The boy who is with the red shirt, who is gedibdir. Yerdə qalıb bu hissəsi prepositional hissənin reductionu. Qırmızı koftalı oğlan is who I want to on my team. Komandamda görmək istədiyimdir. Nədir görmək istədiyimdir? Ya da ki, kimdir? Kim qırmızı koftalı? Bu xəbər budaq cümləsidir. Xəbər budaq cümlələri to be, sonra bağlayıcı ilə bir cümlə, mübtəda budaq cümlələri də bağlayıcı izlə gəlib bir söz. D də deyil. The dance, yəni Danimarkalılar, who are blonde and tall, hansı ki, hündür və blond rəngdədirlər. Speak a wonderful language. Budur. Yəni deyir ki, blond və hündür olan Danimarkalılar yaxşı bir dil danışır. Hansı Danimarkalılar? Blond olan. Yəni E variantıdır cavab və cümlədə non-essential clause-dan istifadə olunub, vergüldən olan. Biz indi belə sual çıxır ki, bəlkə siz də istədiyimiz cümləyə vergül yazıb ya da istədiyimiz cümlədən vergülləri silə bilərikmi? Təbii ki, xeyr.
Xeyr, bizim o vaxt non-essential verjülü olur ki, o cümlədə əlavə bir fikirdir. Belə deyək, cümlə üzvünün əlavəsi sadəcə əlavə bir informasiya ötürdüyü üçün var. Əks halda yox. Məsələn, bunu silə bilərsiniz. Dedikdə Danimarkalılar qəşəng danışır. Buna ehtiyac yoxdur. Sadəcə əlavə bir fikirdir və onun üçün də adı essential clause-durlar. Yəni non-essential clause-dular. Silə bilərsinizsə non-essential-dur. Və 59-cu test yazıb but. But was also the founder of a new empire. Yeni bir imperiyanın həmçinin də yaradıcısıdır. Orada nəsə bir zidd olmalıdır bir-birinə. Həm də burada but also veriblər. But deyil. Yəni baxın, but he was also. But also veribsə, sizə lazımdır correlative conjunction. Yəni iki hissəli bağlayıcı. Məsələn, he is a great scientist. Tamamlayacaq orada bağlayıcı yoxdur. Platon told his students that there were no real things but were images. Bir də but olmur. İstəyirəm cümlələri analiz eləməyək, çünki dedik də, yaxşı buna da baxaq. By drinking hissəsi heç. Bu Sokrat mübtədadır. Gave xəbərdir, mübtəda xəbər və bu batı ehtiyac yoxdur. Cavab olacaq burada D variantı. Not only but also strukturudur və leksik cəhətdən də cümləni o tamamlayır. Bir dənə oxuyaq cümləni. Burada da görürsünüz ki, not only əvvəldə gəlib, cümlədə not only keçirsə önə. Bunu mən sizə deyim, yadınızda saxlayın. Bu not only but also cümlənin önünə keçəndə inversiya alır. Amma bu iki cümləni birləşdirərsə, yəni mürəkkəb cümlədə olur. Yox, sadə cümlədirsə, not only başda gəlibsə, orada inversiya getmir. Not only was Şah İsmayıl, yəni əslində demək istəyir ki, Şah İsmayıl yalnız böyük bir komandir deyildi. Eyni zamanda böyük bir imperiyanın yaradıcısı idi. Cavab D variantı və cümlədə not only önə keçdiyi üçün inversiyada olubdu. İyə də baxmağa gərək yoxdur. O heç vaxt düşünməyib, nəyi yoxdur elə şey. 60-da deyək, vəssalam. Deməli, deyir ki, hansında complete sentence-dir, yəni hansı cümlə demək istəyirdi, fikir biçin olma. Now and then. İndi və sonra. Heç nə deyil. Yəni cümlə deyil də, bir əlavə fikir, bir bitkin fikri yoxdur. The child in bed. Kravatda, yataqda uşaq. Yox. O gözlərini bağladı. Cavab C variantıdır. D variantında ki, ümumiyyətlə bu səhvdir. Come to me olar. Came yox. Əmr cümlələrin bir dənə zamanı var. Present, simple və şəxsə və kəmiyyəti gördə dəyişmə olmur. Came to me olsaydı əmr cümləsi ola bilərdi. Never, heç vaxt bu cümlə deyil. Heç vaxt cümlə ola bilməz. Never desək, never. Cavab olur C variantı və burada sağollaşmaq məcburiyyətində qalırıq. Çox sağ olun.